Əmlak bazarını canlandırmaq üçün Trumpın irəli sürdüyü son təkliflərdən ən çox müzakirə olunanı 50 illik ipotekalar oldu. Bu proqram aylıq ödənişləri aşağı salmaqla daha çox alıcının bazara qayıtmasına şərait yarada bilər. Sadə dillə desək, amortizasiya müddəti uzadılır, ödəniş azalır, nəticədə isə daha çox insan ev sahibi ola bilir. Amma bunun faydaları olacaqmı? Onu bu videomda izah etməyə çalışacağam. Trump prezidentliyə gəldiyi gündən iqtisadiyyatı gücləndirmək üçün müxtəlif addımlar atıb. Lakin yüksək faiz dərəcələri bu prosesi əməlli başlı başladır. Bunun səbəbi məlumdur. Covid dövründə 9%-ə qalxan inflyasiyanı azaltmaq və tənzimləmək. Bunun üçün də iqtisadiyyatı süni şəkildə yavaşlatmaq lazımdır. Yəni insanların xərcləri azaldılmalı, qiymətlər sabitləşməlidir. Ancaq Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatının 70%-i məhz istehlakçı alış-verişindən asılı olduğuna görə bu yanaşma təhlükəli ola bilər və resesiya yarada bilər. Bu isə Trump və respublikaçılar üçün siyasi baxımdan arzu olunmaz nəticələr doğula bilər. Elə buna görə də Trump iqtisadi fəallığı bərpa etmək üçün hər cür vasitəyə əl atır. Bunlardan biri də əmlak bazarını canlandırmaqdır. Əmlak bazarı üçün artıq bəzi vergi güzəştləri qüvvəyə minib. Amma onlar əsasən iri investorları hədəfləyir və sadə vətəndaşlar üçün elə də effektiv deyil. Digər tərəfdən, kommersiya daşınmaz əmlakının dəyərləri faizlərə birbaşa bağlı olduğu üçün bu sektorda gözlənilən qədər canlanmayıb. Bu səbəbdən Trump adi vətəndaşları ev almağa təşviq edəcək yeni təkliflərlə çıxış edir. 50 illik ipotekalar və daşınan ipotekalar. 50 illik ipoteka adından da göründüyü kimi ödəniş müddəti 50 ilə uzadılmış kreditdir. Hazırda bazarda 40 illik ipotekalar mövcuddur, lakin onlar federal dəstəksiz, əsasən investorlar üçün nəzərdə tutulub. Fannie Mae və Freddie Mac kimi dövlət tərəfindən dəstəklənən qurumlarda isə limit 30 ildir. Əgər 50 illik ipotekalar tətbiq olunsa, bu qanunvericilikdə ciddi dəyişikliklər tələb edəcək. Fannie Mae və Freddie Mac institutlarının əmlak bazarını canlandırmaq üçün atdığı bəzi əlavə addımlar da var. Məsələn, bu günə qədər ev almaq üçün ən aşağı kredit göstəricisi 620 hesab olunurdu. Noyabrın 16-sından başlayaraq bu limit aradan qaldırılır və istənilən kredit skor ilə ev almaq mümkün olacaq. Başqa bir dəyişiklik isə desktop underwriting, yəni kompüter vasitəsilə kreditin təsdiqlənməsi aradan qaldırılır və banklar hər bir ipoteka sorğusuna individual olaraq baxıb qərar verəcəklər. Bu isə bir çox insanın, xüsusilə də kiçik biznes sahiblərinin asanlıqla ev almasına kömək edə bilər. Belə ki, bir çox kiçik biznes sahibi ev almağa kifayət edəcək qədər pul qazanır. Ancaq pulun qazanılma şəkli bu institutlar tərəfindən qəbul olunmadığına görə banklar da bu insanlara kredit verməkdən çəkinir. Bəs 50 illik və 30 illik ipotekaların fərqləri nələr olacaq? Məsələn, 500 min dollarlıq evi 6,5% ilə alsanız, 30 illik ipoteka ilə aylıq ödəniş təxminən 3160 dollar olacaq. 50 illik ipoteka ilə isə 2818 dollar, yəni 342 dollar fərq. Ancaq burada incə bir detal var. 30 illik ipotekada hər ay təxminən 452 dollar əsas borcun ödənməsinə gedirsə, 50 illikdə bu rəqəm cəmi 110 dollar olur. Yəni aradakı fərq əslində sizin əsas borcdan silinməyən məbləğ olur və nəticədə 50 illik müddətdə alıcı ümumilikdə 553 min dollar daha çox faiz ödərir. Başqa sözlə, bank qazanır, alıcı itirir. Ancaq bu qədər tez də qərar vermək olmaz. Bu proqramın yaxşı tərəfi də ola bilər. Məsələn, bu investorlara sərf edə bilər. Çünki aylıq xərcləri nə qədər azalsa, o qədər daha çox yatırım etmək imkanı yaranar və bizneslərini böyüdə bilərlər. Adi vətəndaşlar isə bir neçə il 50 illik proqramla aşağı ödəniş etdikdən sonra faizlər aşağı düşdüyündə yeni ipotekaya başvura bilərlər və ya 50 illik ipoteka ilə istədiyiniz evi alıb, sonra ayda daha çox pul ödəməklə ümumi faizləri 30 illik səviyyəyə və ya daha aşağısına sala bilər. Təbii ki, bu prosesin hamısı vəziyyətdən asılı olaraq dəyərləndirilməlidir. İndi isə ikinci təklifə baxaq. Daşınan və ya portable ipotekalar.
Covid dövründə 2-4% arası aşağı faizlərlə kredit götürən təxminən 65-70% ev sahibi var. Bu insanlar isə istənilən halda bu ipotekalarını itirmək istəmir. Ona görə də evlərini satmırlar. Nəticədə bazarda durğunluq yaranır. Çünki ev alıcılarının təxmini 70%-i evlərini satan insanlardılar. Və buradan da belə nəticə çıxır ki, rezidensiya əmlak bazarının yavaşlamasının ən böyük səbəbi yüksək faizlər yox, məhz alıcıların böyük bir hissəsinin evlərindən çıxmaq istəməməsidir. Trumpın ideyası isə bu kilitlənmiş ipotekaları yeni evlərə köçürmək imkanı verir. Yəni ev sahibi ipotekasını götürüb özü ilə yeni evinə daşıyır. Bu yeni alıcılara yox, daha çox mövcud ev sahiblərinə təsir edəcək. Ancaq bazarda mütləq hərəkətlilik yarada bilər. Çünki bir evin satılması əmlak sektorunda ən azı 6 fərqli sahəyə təsir göstərir. Bu da iqtisadiyyatı canlandırır. Bəs bu təkliflər qüvvəyə minərsə, ev qiymətləri necə dəyişəcək? Təbii ki, tələb artdıqca qiymətlər də yüksələcək. Bu bazarın canlanması üçün yaxşı olsa da, qiymət artımı bir çoxları üçün mənfi nəticə verə bilər. Təkliflərin reallaşmasını demək çətindir. Ancaq hər zaman dediyim kimi, ev almaq üçün ən doğru zaman bazardakı dəyişikliklər yox, sənin həyatındakı dəyişikliklərdir. Əgər özünü hazır hiss edirsənsə, istənilən bazar şəraitində ev ala bilərsən. Necə ki, gördüyünüz bu və bu müştərim kimi. Bu evləri isə ortaqlarım və investorlarımızla birlikdə almışıq. Bugünlük məndən bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə çalışın, salamat qalın.